İman gətirənlərin qəlblərinin Allahdan qorxmasının vaxtı gəlib çatmayıb? Allaha bəndə olmağın vaxtı gəlib çatmayıb? Bunun hadisəsinin birini də eşitmisiniz də. Xətiblər çox danışıblar bundan. Bir nəfər var idi, quldur idi zamanında. Müsəlman ölkəsində yaşayırdı, amma quldur idi. Çox pis cinayətlər eləyirdi. Bir gün quldurluq üçün gedir bir evə, evin hasarından adlamaq istəyir içəri, gecədir. İçəridə də ev yəsindən biri Quran oxuyur. Və həmən ayəni oxuyur. O da sakitcə qulaq-asa gedir ki, quldurluq eləsin. Sakit qulaq asanda bu ayəni eşidir. Ərəbdir deyə başa düşür də. Ələm yəni lillezine amanu en təxşa'a qulubuhum li zikrillah. Allahın zikri ilə qəlblərin qorxmasının vaxtı gəlib çatmayıbmı? Bu ayəni oxuyanda tarix deyir ki, mən özüm də oxumuşam, xutbələrdən də çox eşitmişik. Deyir, bir ayağı o tərəfdə, bir ayağı bu tərəfdə qaldı. Dedi ki, niyə? Çatdı vaxt. Ondan sonra qayıtdı və Allaha bəndə olmağa çalışdı. Deyirlər ki, zəmanəsinin abidlərindən birinə çevrildi. Və bu ayə çox qəribə ayədir. Allah deyir ki, bu qədər eşidirsə, bax ona görə deyirəm, bu ayə bizə daha çox aiddir. Bütün insanlara aiddir, amma ən çox iman əhlinə aid. Bu qədər ki, Quran oxuyuruq, bu qədər xütbə eləyirik, bu qədər xütbə eşidirik. Qəlblərin Allahı yada salmaq üçün, Allah qorxusundan xaşi olmaq üçün vaxtı gəlib çatmadı mı?